Salam dostlar, mən Arif Sultanov, Mənimlə Öyrən kanalından sizi salamlayıram. Dostlar, bu dərs yenə alətlər paneli ilə davam edəcək və bu günləri History Brush Tool və Art History Brush Tool-u öyrənəcəyik. Hər ikisinin də qısa yolu klaviaturadan Y hərfidir. Gəlin indi baxaq bunlar nə işə yarayır. Əvvəlcə Brush Tool-u seçirik və Shift-i basıb saxlamaqla düz bir xətt çəkirik. Daha sonra rəngi dəyişib ikinci bir xəttimizi çəkirik. Yenə rəngimizi dəyişib növbəti bir düz xəttimizi çəkirik. Yenə rəngi dəyişirik, düz bir xətt çəkirik. Baxın dostlar, indi mənə lazımdır ki, bu sarı xətti buradan silim. Mən Ctrl-Z eləyərək əməliyyatı geri qaytaranda sarı ilə bərabər narıncı rəngimiz də silinir. Və yaxud da pozanı seçib sarı xətti silmək istəsəm, ümumilikcə şəklimizin özü də silinir. Ctrl-Z eləyərək əməliyyatı geri qaytarıram. Baxın dostlar, biz indi bunu History Brush Tool ilə silə bilərik. Seçirik və istədiyimiz xəttin üzərinə çəkməklə həmin xətti silirik. Və yaxud da bunu seçirik, silirik. Biz əgər şəklimizin üzərində yeni bir layer yaratsaydıq və həmən layer'ın üzərində bu xəttləri çəksəydik, onda pozan ilə silə bilərdik. Lakin biz xəttləri şəklin üzərində çəkdiyimizə görə pozanla silinmədiyi üçün biz bunu History Brush Tool ilə silə bilərik. Keçək indi növbəti şəklimizə. Dostlar, indi bu quşları burada artıracağım və History Brush Tool ilə yenidən biz bunu yoxlayacağıq. Məsələn, Healing Brush Tool-u seçirəm. Altı basıb saxlayaraq buradan şəklimizi götürürük və növbəti bir yerə transfer edirik. Yenə bunu götürüb növbəti bir yerə köçürdürük. Həmçinin də bunu götürürük. Biz bunları ötən dərslərdə keçmişik. Köçürdük. Dostlar, indi mən yenə pozanı seçib bu sonuncu əlavə elədiyim quşları silmək istəsəm, ümumilikdə bizim şəklimiz silinəcək. Ctrl-Z eləyərək əməliyyatı geri qaytarıram. Yenə History Brush Tool-u seçirik və əlavə elədiyimiz şəkilləri bunun köməkliyi ilə silə bilirik. Dostlar, gəlin indi baxaq Art History Brush Tool nə işə yarayır. Növbəti bir şəklimizə keçirik. Art History Brush Tool ilə biz şəklimizə yağlı boya ilə çəkilmiş şəkil effekti kimi bir effekt verə bilərik. Məsələn, Tight Short seçirik və şəklimizin üzərində çəkirik. Fikir verin, şəklimizi yağlı boya ilə çəkilən formaya gətirir. Məsələn, indi Tight Long-u seçək. Dostlar, çalışın Art Brush Tool-u istifadə edərkən fırçanızın sayısı balaca ölçülərdə olsun. Məsələn, Losseni seçsək, belə bir effekt verəcək. Daha sonra dabı seçək, baxaq. Tight Curl-u seçirik. Baxın dostlar, bu cür effektlər verir şəklimizə.
Göz hissəsini tight medium ilə belə eləyək. Baxın dostlar, şəklimiz indi sanki yağlı boya ilə çəkilmiş kimi oldu. Dostlar, biz bugün sizinlə History brush toolu və Art History brush toolu öyrəndik. Bugünkü dərsimiz bu qədər. Dərsim sizə faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşərik.